Toplum harda kəsildi? Bağlayıcıları dedim də yəqin ki. Dedim ki, hər fəsəd atılır. Orasını yəqin ki eşitdiniz. Mən qalmışdım. e, Dedim ki, və sonra dedi ki, olmaz. Budaq cümlədə had participle has returned bitmiş zamanlar işlənməz atdıq. Sonra dedim zaman uzlaşmasına baxırıq. Baxırıq. Məsələn, returned burada verir, burada has versəydi səhv olardı. Keçmişlə indiki, keçmişlə gələcək uzlaşmır. Cavablarda zaman uzlaşması gözlənilib. İndi bizim fərqləndirə biləcəyimiz zaman nədir? Deməli, burada Vin budaq cümləsi keçmiş sadə zamandadırsa, baş cümlə keçmiş sadədə də ola bilər. Had participle bitmiş zamanda da ola bilər. Dedim ki, əgər baş cümlədəki hərəkət budaq cümlədəki hərəkətdən daha öncə baş veribsə, onda ən birinci hərəkət hədlə ifadə olunur. Əgər eyni anda olsaydı, onda iki tərəfi də past simple da verərdik. İndi tərcümə edəndə fermer deyir ki, elə deyir, returned qaydanda onun atı oğurlanmışdı, yoxsa oğurlandı. Yəni eyni anda olmuyor, bax, at daha öncə oğurlanıb. Ona görə ikinci tərəf hədlə ifadə olunmalıdır. Deyini atdıq. Qaldıq B ilə Y-nin arasında. Had stolen yoxsa had been stolen. Bin varsa deməli bu nədir? Məhcul növdür. Feilin özü ilə məhcul növünü fərqləndirməyin yolu nədir? Ya tərcümədir. At oğurlayıb yoxsa oğurlanıb. Oğurlanıb olur da, yəni məhcul növdədir. Ya da ki, nöqtələrdən sonra tamamlığın olub olmamasına baxırıq. Məsələn, oğurlamaq da bildiyim steal. Və ardınca axı şey yoxdur axı, tamamlıq yoxdur axı nəyi oğurladığı. Deməli onda tamamlıq yoxdursa məhcul növdə olur xəbər. Başa düşdünüz? Anladınız uşaqlar? Aha, bəli. Bəli, müəllim, çox sağ olun. Yura, başqa arada səhviniz bu şey 17. 17-də qısa cavablardı. Və hə, keçən il özü qəbula qısa cavablar düşmüşdü. Qısa cavablarda verilən cümlənin təsdiq və inkar olmasına baxırıq da birinci növbədə. Ki, cümlə təsdiqdirsə, qısa cavabı da təsdiq, inkardırsa qısa cavabı da inkar olur. So join, is a join məsələsi idi. Təsdiq cümlədən sonra hansı qısa cavablar olurdu uşaqlar? Nələrə yönlənirdik təsdiq cümlədən sonra? Təsdiq cümlədə to var, also var, onlar deyirsiniz. Also bir də so. So'da söz sırası necə olurdu? Bəli. So'ya, to'ya ya da also'ya yönəlirik. Bəli, bu olan cümlələri. So'da söz sırası necə idi? Söz sırasına da diqqət etməliyik çünki. Köməkçi feil və mübtəda. To harda olurdu bəs cümlədə? Cümlənin sonunda. Cümlə sonu. Təsdiq cümlənin sonunda. Mübtəda, təsdiq xəbər və sonda to və also da mübtəda ilə xəbərin arasında. Hı. Bəli. Bat ümumiyyətlə həm təsdiqdən həm də inkardan sonra ola bilər, amma bata diqqət edirik, təzad yaradır. Təsdiq cümlədən sonra bat varsa, batdan sonra inkar xəbər. İnkar cümlədən sonra nə olurdu? Hansı bağlayıcılar olurdu uşaqlar? Acam. Hardly, barely. O yoxdur burada, yox. Yox, neither, nor və either Neither. yönəlirdi. Either da olurdu. Bəli, either harda olurdu cümlədə? Cümlənin sonunda. Necə cümlənin sonunda? İnkar cümlənin. Bəli, either inkar cümlənin sonunda olur. Mübtəda plus, inkar xəbər və sonda either. Bəs neither və nor? O da inkar cümlənin əvvəlində və ortasında. Neither və nor özü inkarlıq yaratdığı üçün neither ilə nor başda olur. Amma neither norda Hadi neither. köməkçi feil mübtəda. Amma neither did I, didn't I yox. Neither did I. Neither özü inkarlıq yaradır. Neither'dan sonra inkar olmaz. Nor da eyni şəkildə. Nor, köməkçi feil və mübtəda. Yalnız either inkar cümlədə işlənir. Çünki either inkarlıq yaratmır axı. Bat olanda da cümlə inkarlıqsa batdan sonra nə olacaq? Təsdiq xəbər. Xatırladıq. İndi baxaq. Deməli, birincisi cümlə təsdiqdədir. Yox, cümlə inkardadır. Çünki no var. Deməli, qısa cavabı da təsdiq olmalı. Qısa cavabı da inkar olmalıdır. C ilə E getdi onda. İnkar cümlədirsə direkt so, to, also olan cavabları atmalıyıq. C'də so var, Y'də so var. Sonra zamana baxmalıyıq uşaqlar. Zaman hansı zamandırsa cümlədə
O zamanın köməkçi feili olur qısa cavablarda. İndi burada Let. let, cut, 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 put, kos. Bu dəyişməyən feillərin indiki və ya keçmiş olduğunu fərqləndirməyin yolu nədir? Es. Bəli. İndiki zamanda the doctor mübtəda təkdirsə feilin sonunda s olmalıydı axı, düzdürmü? The doctor lets Nick smoke. Mübtəda təkdirsə fərqləndirmək olur. Necə fərqləndirir? S-nə görə. S varsa do, does. S yoxdursa did. Keçmiş Hmm. olacaq. İndi S yoxdur, deməli do ilə does-a atırıq, qalır B variantı did olan. Başa düşdünüz? Bu sonuna esi bilmirdim. Amma mübtəda doctors cəmdə olsaydı, ucu iki tərəfli də düşünə bilərdik. Onda A da, B də, D də doğru olardı. Çünki doctors let deyəndə ikisini də nəzərdə tuta bilər. Keçmişdi yoxsa indikidir. Sonra harda səhviniz? 19'a baxaq. Passive voice-ı çevirmə. Bax, asan daxı bu. Cümləli məchulunu necə çevirirdik uşaqlar? Birinci mübtəda atılır. Nobody getdi, Joe getdi. Mən bu yazmışam, bir dənə baxaq görək. Mübtədanı atırıq. Sonra əsas xəbərə fikir veririk. Has Has you. you. Hansı zamandır? Keçmiş. Dəqiq. Həfəz keçmiş zamanda həfəz. Ay mənim 100 keçmiş değildi. Nə dəxli ki? 100 təkcə 100 desəydi keçmişdi, amma həfəzdə onsuz da qayda nədir? Həvdən, həzdən, həddən sonra feilin üçüncü forması olur da. Yəni feil ya kökündən dəyişir, ya da ki idi şəkilsi qəbul edir. Bu normal bir şeydir. Həfəzdən sonra gələn, məsələn, have visited. Təkcə visited desəydi, hə, baş çəkdi. Amma have visited bu bitmiş zamanda artıq. Və xəbər həfəzdirsə, deməli həfəz olmalıdır cavabda da. Hansı zamansa o zamanı məhçulu. Bu gedir onda. Bitmiş zamanı məhçulu necə olurdu həfəzin? Gördüm. Həfəzin məhçulu necə? Have has participle to. Həfəz been participle to. Been participle to. Ha. Məhçul növdə həfəzdən sonra been olur. Beyni atdıq, had beendir. Had been keçmiş bitmişdi. Zamanı dəyişmirik. Və Y-də niyə səhvdir? Nota görə. Y-də yox, nota görə yox. Y-də ona görə səhvdir ki, rooms mübtəda cəmdədir, has təklədir. Mübtəda xəbər özlaşmasına da mütləq fikir verin. D-də də səhv oldu. Cümlədə nə var? İnkarlıq var. Deməli, onda məhculu da inkar olmalıdır. D-də inkarlıq olmadığına görə səhvdir. Qalır ona görə A variantı. Aydındır? Bildim. Cümlə inkardırsa qısa cavabı da inkar olmalıdır. 20-də 20'də mən B götürmüşəm, to ilə götürdüm. Mən də B götürmüşəm, amma bəzi səhv. feillər var ki, o feillərdən sonra biz sözünü işlədə bilmərik. Bunlar hansı feillərdir? Preposition bölməsini demişdim. Enter, visit, meet, miss, answer, help, call, phone. Enter, visit, meet, miss, answer, help, call, phone. Ən çox bunlar düşür, qabağımıza çıxır. Ha, tell. Tell'in də keçmişi nədir? Topdur. Bir də sonu ch ilə bitən feillər. Ch ilə bitən feillər. Sonu ch. Yəni məsələn reach, teach, catch, search. Bunlar. Bunlardan sonra sözünü işlənməz. Boşluq olur. Amma burada belə bir istisna var. Yox, visitlə bir də answerla bağlı. Bunlar feil olaraq bunlardan sonra sözünü işlətmirikdə. Bunlara feil kimi baxırıq. Amma visit və answer həm də isim kimi də istifadə olunur. Əgər onlar isim kimidirsə visitlə answer, onda to işlənir. Biri var, deyirəm ki, I visited. Mən baş çəkdim. Burada feildir də. Onda Italy. Yəni heç nəsiz olacaq. I visited Italy. I visited my granny. Amma desəm my visit, şu qabağında my varsa, yəlik əvəzləyir ya da article varsa, deməli o isimdir də. O da to olacaq. To Italy. Mənim İtaliyaya səfərim. She answered. Feildir də burada iyiliqdən bilinir ki. The questions. Suallara cavab verdi. Burada feildir. Görsəz heç bir sözün olmadı. Amma his answer to the questions. His var qabağında. Deməli bu isimdir. İsim olanda to olur. Aydındır. Bunları yadda saxlamalısınız sözün olaraq. İndi baxırıq bura. Deməli visited feildir deyə. Visit feilindən sonra sözün olmaz. Deməli D getdi, burada to var. B də getdi, burada to var. Birinci tərəf boşluq olanlar A, S, Y-dir. İndi tolka baxırıq. Deməli
Speak, danışmaq. Talk, danışmaq. Söhbət etmək. Say, demək. Keçmişdə nədir? Said. Bu feillərdən sonra elə bir də complain. Complain. Nə deməkdir complain? Şikayət etmək deməkdir. Əgər kiminləsə danışıramsa, kiməsə şikayət edirəmsə, yəni canlı tamamlıq gələndə to işlənir, to plus canlı. Yəni talk to somebody, somebody kimsə olsa. Amma cansız tamamlıq gəlsə, nə ilənsə bağlı, onda şeydir, about olur uşaqlar. Complain about something, talk about something. Nəysə haqqında danışırıq. Da about nə deməkdir haqqında? Onda nədir cavab deməli? Baxın, adı ikinci tərəf to-dur, C-də of-dur. Çünki talkdan sonra görürsünüz plans, planlar, cansız tamamlıq gəlib, deməli talk about olmalıdır. O da qalır Y variantı. Başa düşdünüz? Aha, bəli. Belə. Bitdi onda bu. Keçək 2023-ün dinləməsinə. 2023-ün dinləməsini ekrana verirəm. Oxuyun. Mən dinləmənin də sözlərini yazmışdım. Bax, diqqətli olun orada sinonimlərdən istifadə edir. Aha. Oxuyun. Diqqətlə səsləndirəcəm. Uşaqlar, oxudunuzmu? Diqqətlə səsləndirirəm. Aha. Ayda, mən niyə bunu paylaşmadayım? Deməli, başladıram dinləməni.
Hi, Peter. Eşitdiniz səsi? Bəli, Hə, bəli, eşidirik. Başla. Hi, Peter. How are you doing these days? Oh, hi Kate. I'm not doing very well actually. I'm sorry to hear that. What seems to be the problem? You know, I've been looking for work. I can't seem to find a job. That's too bad. Why did you leave your last job? Well, my boss treated me badly, and I didn't like my chances of advancing in the company. That makes sense. A job without opportunities and a difficult boss isn't very attractive. Exactly. So anyway, I decided to quit and find a new job. I sent out my resume to more than 20 companies. Unfortunately, I have only had 2 interviews so far. Have you tried looking online for a job? Yes, but many of the jobs require moving to another city. I don't want to do that. I can understand that. How about going to some of the networking groups? I haven't tried those. What are they? They are groups of people who are also looking for work. They help each other discover new opportunities. That sounds great. I'll definitely try some of those. I'm glad to hear that. So, what are you doing here? Oh, I'm shopping for a new seat. I want to make the best impression possible at my job interviews. There you go. That's the spirit. I'm sure things will look up for you soon. Yes, you are probably right. I hope so. Hi, Peter. How are you doing these days? Oh, hi Kate. I'm not doing very well actually. I'm sorry to hear that. What seems to be the problem? You know, I've been looking for work. I can't seem to find a job. That's too bad. Why did you leave your last job? Well, my boss treated me badly, and I didn't like my chances of advancing in the company. That makes sense. A job without opportunities and a difficult boss isn't very attractive. Exactly. So anyway, I decided to quit and find a new job. I sent out my resume to more than 20 companies. Unfortunately, I have only had 2 interviews so far. Have you tried looking online for a job? Yes, but many of the jobs require moving to another city. I don't want to do that. I can understand that. How about going to some of the networking groups? I haven't tried those. What are they? They are groups of people who are also looking for work. They help each other discover new opportunities. That sounds great. I'll definitely try some of those. I'm glad to hear that. So, what are you doing here? Oh, I'm shopping for a new seat. I want to make the best impression possible at my job interviews. There you go. That's the spirit. I'm sure things will look up for you soon. Yes, you are probably right. I hope so.
Yazdınız? Aha, mən bitirdim. Və siz uşaqlar digərləri hamı bitirdi dəqiq. Bəli, müəllim. Mhm. Tamam. Onda mən ekrana vereyim. 2023. Mhm. Bir saniye. Ya cavabları deyim yoxlayaq. Elə 2023 başdan ayağa deyirəm. 1, Y, 2, B, 3, B, 4, A, 5, B, 6.1 A, 2B, 3B, 4B, 7A, 8. 8'in cevabı ana. 8Y, 9A, 10, 1, 2, 3. 11.1B, 2B, 3B, 4A, 12A, 13A, 14A, 15, 1, 3, 16S, 17S, 18A, 19D, 20B. Birə baxaqdı müəllimə. Bax bir də O boss'la yola getmirdi. Mən də onu workmate kimi götürdüm. workmate, Hə, iş yoldaşı. workmate iş yoldaşı. Narration Bak, Peter quit his job. Quit his job. Ne demekti quit his job? işdən çıxdı. Because my boss treated me badly and didn't like the chances of advancing in the company. Advance ne demekti? Yüksəlmək kimdə? Yani yükselmek. Bəs promote nedir? Promote, promotion. Yazmışdım lüğətə. O da elə yüksəlmədir, vəzifənin yüksəlməsi. Bəli. Promote da vəzifənin yüksəlməsi sinonimdir. Özdə ikisini də məncə sinonim kimi ya da altdan yazmışdım. Bax sən burada workmate desən, iş yoldaşından danışırsan. Deyir ki, and I didn't like the chances advancing the company. Və xoşlamırdı orada yüksəlmə şansını. Burada like deyir, xoşlayırdı. Böyle bir şey demir. Abroad köçecek demir. Sadece orada iş tələblərindən biri xarici köçmək idi. Başqa yerdə deyirdi. Onun adiyyəti yoxdur bura. Yani bu işinlə çıxması ilə bağlı cümləsi. Çünki my boss treated me badly. Treat nədir? Davranmaq. Pis davranırdı və o bəyənmədi yüksəlmə şansını. Bəyənmədi, didn't like it, dissatisfied-ın əvəz edib. Satisfied nə deməkdir? Məmnun. Məmnun olmaq, bəli, dissatisfied məmnun deyildi. Advance-ı da promotion-dan əvəz edib. Chance-ı da opportunity ilə əvəz edib. İkisi də nə deməkdir? Opportunity, chance. Fürsət. Bəli, imkan, şans, fürsət. Sonra kimin dinləmədə səhvi var? What Mən is 4 the requirement for the jobs indikini şeydə edənlər? Require nədir uşaqlar? Tələb etmək. Tələb. İşin tələbləri nə idi? Peter searched online. Online axtardığı işin tələbləri. Açıq aydın da deyil. Açıq aydın deyil. The job requires to move to another city. To move to another city. Başqa şəhərə köçməyi tələb edir. 4-də dedin səhvin var. 4-də 4 ilə 5-i yazmamışam ümumiyyətlə. vaxt tutmadı. Yox, hə, yaza bilmədim. Yox, aydınlaşdıra bilmədim. Why did Peter buy a new suit? Why'a diqqət. Niyə yeni bir kostyum aldın? I want to make the best impression possible in my job interviews. Orada bu cavabı deyir ki, mən iş müsahibələrimdə impression nə deməkdir? Təəssürat. Ən yaxşı təəssüratı yaratmaq istəyirəm. Want, make yaratmağı nə ilə əvəz edib? Create ilə.
Mesela bəs qalıb yerində image-də impression-dan əvəz oluna bilər. Düzdürmü? Ən yaxşı image-i yaratmaq istəyir at the interview. Aydındır? Bəli. 5-də isə 5-də prosta mətndən nə aydın oldu bizə? Hunt a job nə demək idi? Yazmışdım. Hunt a job. İş axtarmaq. Bəli. İş axtarmaq was challenging for Peter. Challenging, Deyir çətin idi Peter üçün. bəli. Peter üçün iş axtarmaq çətin idi. Mətndən bu məhz çıxır da. Yəni çünki orada deyir ki, 2-3 dənəsi intervyuya gedib uğursuz olub, düzdür? O da deyir ki, qoşul job networking-ə. Qız da təklif edir ki, job networking-ə qoşul. Orada insanlar iş axtarır da. Amma adı deyir ki, is a new kind of job. Kind nə deməkdir? Kind burada. Növ. Yox, Deyir orada çoxlu növdə işlər var. yo. Adı deyir ki, Elə job mi? networking iş növüdür. Amma Hə, düz deyirsiniz, hə. əslində elə orada iş axtarılır deyir. Şəbəkədir, iş şəbəkəsidir. Hə, Jane failed, uğursuz oldu orada insanlara kömək etməsi. Yəni əksinə deyir ki, insanlar orada bir-birlərinə kömək edir iş axtarmağa falan. Jane'in bununla bağlı heç bir uğursuzluğu olmayıb. Deyir də Peter was satisfied deyir. Məmnun deyildi axı work condition iş şərtlərindən. Bayaq dedik axı he didn't like, xoşlamırdı əksinə deyir oranı. Və Peter didn't have enough money, kifayət qədər pulu yox idi to buy a suit, kostyum almaq üçün. Amma bayaq əksinə dedi ki, kostyum aldım. Deyir, niyə aldın? Çünki ən yaxşı image yaratmaq istəyirdim. Yəni alıb axı bunu. Orada isə deyir kifayət qədər pulu yox idi. Aydın oldu? Bəli, müəllimə. Okay, now bu 2023-cün qəbuludur. 2023-də mən master nömrə 1-də işləyirdim. Orada mənim tələbəm Fidan Abiyeva. Mənim üçün bu qəbul çox acəldir. Respublika ikincisi çıxmışdı və iminli bu qəbul idi. Hər bir fen 97 bal yığmışdı ümumi. Sizə qismət. Çox sağ olun. İndi burada əslində birinci mətn rahat mətn idi. Düz demirəm, elə çətin sözlər də yox idi. Hə, çox. Tərcüməsi çox rahat idi. Hətta əvvəlki illərdə işlədiyimizdən məncə daha ən asandı məncə bu idi. Hə, bunlar çox asandır. Məsələn 2022 də asandır, 23 də asandır. Düzdür, 23-ün ikinci mətninin işləməyə çatdıra bilmədim. Asanlığını bilmirəm. O da asandı idi. Onda da çətinlik yox idi. Bu sırf B1 səviyyəsidir. Amma siz 2021-də işlədiyiniz petrol falan var idi. Hə, Gördünüz mü? onlar dəhşət. Amma keçən il çətin düşmüşdü. Keçən ilki mətnlər biraz daha çətin idi. Yaxşı. Onda mən biri götürməmişəm müəllimə, ona da baxarıq. Bir dəqiqə şeydir. Sözlərdə thief nə deməkdir uşaqlar? Thief, Oğru. oğru, başqa Robber var. robber. Ay sağ ol, robber oğrudur. Bəs robber isə Oğurluq. oğurluq. Sinonimləri nə ola bilər? Oğurluq. Yazmışdım özdə ünvanlı isim kimi. Robbery and burglary. Burglary amma sırf ev oğrusudur da. Evə girib oğurluq edənə deyirlər. Burglary, robbery and thief fiili deyirəm. Thief oğrudur, amma theft oğurluqdur. Bunu da yazmışdım. Onun elə bir iş forması theft. Sonra var, ingilislər bizdə bir dənə oğurluq etməkdir. Amma ingilislər kidnap, insan oğrusu, hijack, qaçaqmalçılıq etmək. Yəni, plane, təyyarə ilə bağlı kinolarda fikirdir, hijacking. Qaçaqmalçılıqdır. Nə bilim, robo, steal var, steal da oğurluq etməkdir. Plunder, qarət etməkdir, belə bir torpağı tuturlar, insanlar orada qarət edirlər. Yəni, çoxdur, çox dəyişir. Suspect nədir uşaqlar? Suspect. Şübhə. Şübhədir o. Bəli. Şübhə etmək sinonimi. Doubt var. Yes. Burada isə şübhəli kimi gedir amma. Reward bildiyimiz hər dərs çıxır qarşımıza. Mükafat. Mükafat. Imitate. Imitate. Do like someone do. To say what someone says. Repeat what someone. Təkrarlamaq. Yəni təqlid et. Təqlid etmək. Hə. Imitate, təqlid etmək. Dedicate. Həsr etmək. Sinonimi. Devoted. Devoted. Devote. Söz önüləri.
On. No. Nəyə həsr edirəm? Kimə həsr edirəm? To. To. Dedicate To. to. Dedicate to, devote to. Amma devote idi qəbul edəndə nə məna verir? Devoted. Vəfalı. Vəfalı. Deal with. Salam müəllim. Deal with. Engage in. Məşğul olmaq. Məşğul. Engage in. Əvvəldə. Valla belə yazamıram. Engage in, deal with, məşğul olmaq. Bir də ki, bu spread awareness. Awareness. Spread əslində nədir? Spread. Yaymaq. Necə? Yaymaq kimi gedir. Bəli, yaymaq. Awareness isə maariflənmə. Yəni, spread Maariflənmə. awareness yəni maarifləndirmək də insanları maarifləndirmək kimi gedir. Belə, indi kimin sualı var? Onda mən biri götürməmişəm. How was London 500 years ago? 500 il əvvəl London how? Necə idi? 10.1 About 500 years ago, London was starting to get bigger. London böyüməyə başladı. The city was very dirty. Necə idi? Çirkli idi. And many people were poor. Və 500'ı görməmişəm. Bəli. Bu suala cavab var. And bax bu true false'larda fikir verir. Mən dediyim ipucu çox rahat düşürdü. A lot of police ride horses now. Amma burada deyir few police officers ride horses. Görürsüz kəmiyyətlər səhv olur demişəm. Rəqəmlər, yer adları, sifətlər, zamanlara fikir verin. Və bax yenə də bax burada bax baya diqqət edin. Biri var deyir in 1920 1920-ci ildə. İnin yerinə bay versə bu səhvdir. Çünki bayın mənası nədir uşaqlar? Bay nə deməkdir? Bay indi orada nə məna verir? Zaman zərfi kimi. Dək. 1920-ci ilədək. Bayı nə ilə əvəz edə bilərlər uşaqlar? Sinonim kimi. Until. Until. Till. Bir də ki, yadınızdadır, bunu dəfələrlə demişəm. Up to. Xatırlayırsınız? Deyirdi ki, more than 20 olsa daha çox. More-u nə ilə əvəz edir? Over-la. Amma less dedim daha azdır. Fərqli bir ifadədir. Səhv olar more or less-nə əvəz etsin. Less fewer-la əvəz olunur. Bir də dedim up to-ya fikir verin. Rəqəmin qabağında up to dakitəkdir. Dakitək yalnız ya by-la ya da until-la əvəz olunur. Till until-la. Və burada 1920-ci ilədək women had worked as police. Qadınlar işləmişdi polis kimi. Amma burada əksinə 1900 until 1920 all the police in London were men. Düzdür. Bayı until-lə burada bu səhv deyil. Amma burada deyir bütün polislər kişi idi 20-ci ilədək. Amma burada deyir ki, qadınlar 20-ci ilədək işləmişdi. Belə. Sonra məncə burada da a few old men protected streets in London. Ay, burada doğrudur. Sualı olan var bu mətndə başqa? A few old men used to protect the city streets. Çox asan düşüb, həqiqətən. Yəni, olduğu kimi verib, cümləni heç dəyişməyib. Heç tərcümə edilməyib. Necə? 8-ə. Ha, 7 məndə. dedicate to. Burada altına xətt çəkilmiş sözün definition istəyir. Altına qara hərflərlə verilmiş sözdə dedicate. Dedicate idi. Nə oldu dedik dedicate? Əsr Həsr et. etmək. Həsr etmək, yəni give most attention, most of the attention to something. Attention nə deməkdir? Diqqət deyil. Diqqətinin çoxunu nəyəsə və yaxud da kiməsə vermək. Bəli, özünə həsr edirsən, adayırsan, diqqətini ona verirsən. Digərlərində steal money. Steal nə oldu dedik? Steal, rob. Uğurlamaq. Bəli, pul uğurlamaq, bu getdi. Give somebody money for work. İşinə görə kiməsə pul Kiməsə vermək. işinə görə pul vermək. Bu şeydir də, pay ödəmək ya da employee işə götürmək. İşlədi, buna pul verirsən. Help somebody. Help, kömək etmək. Bu da mənasızdır. B'de ise diyor to do something or show qualities that mean a particular reaction, reward or punishment is appropriate. Yəni xüsusi bir reaksiya, mükafat Cəzalan. göstərən, yəni xüsusi keyfiyyətlər göstərmək, nəsə etmək. Yəni bu fərqli bir məna ifadə edir. Aydındır?
Diqqətinin çoxunu kiməsə və yaxud nəyisə vermək, yəni həsr etmək. 5-ci paragraf, which sentence can start the 5th paragraph? 5-ci paragraf necə başlaya bilər? Gəlib oxuyuruq paragrafın 5-ci paragrafın 2-ci cümləsini və çox hallarda, bəli, mənaca uyğunluq təşkil etməlidir. Bir də bir çox hallarda nə olur? Buradakı cümlədəki sözlərin bəzilərini biz baş cümlədə görürük. Əslində elə olmalıdır. Bu paragrafa diqqət etsəz, baxın, criminal, criminals, criminals. Yəni kriminallardan danışır da. Henry Fielding mainly dedicated himself, özünü həsr etdi, əsasən həsr etdi to the investigation of various criminal. Müxtəlif cinayətlərin tədqiqatına və onlarla deal with nə oldu uşaqlar? Məşğul olma yollarına həsr etdi. Sonra deyir set up a journal. Set up nə idi? Siz lüğət oxumursunuz axır vaxtdır. Görürəm ki, yaxşı cavab vermirsiniz. Set up, create. Qurmaq. Bəli, qurmaq, təsis etmək və jurnal qurdu. Kriminallar haqqındakı məlumatlardan ibarət. Yəni, cinayətdən danışırsa, cinayət bir fikir verin, Y-dədir, crime. Bir də ki, B-dədir. B-də amma deyir ki, the number of crimes increased in the city. Cinayətlərin sayı şəhərdə artdı. Sonra deyir ki, Henry əsasən özünü cinayətlərin tədqiqatını həsr etdi və onlarla şeydir. Bu uyğundur da mənim əslində. Yox, indi dayan da. Və görsən deyir, jurnal qurdu, bu cinayətlər haqqında məlumatlardan ibarət. Bax, qeyd ki, Y-də. Fielding also spread awareness about crime in his writings. Fielding həmçinin yazılarında cinayət haqqında maarifləndirdi insanları, maariflənmə yaydı və əsasən də özünü bu cinayətlərin tədqiqatına həsr etdi və bu cinayətlərin haqqında məlumatlardan ibarət jurnal qurdu. Yəni, burada yazılarındakı insanları cinayətlərlə bağlı maarifləndirməsindən danışır. Cinayətlərin sayı artıranda bunun qarşısını almaq üçün əslində nəsə tədbir görə bilər. Kitab bir, yəni məntiqlə hansı uyğun gəlir? Cinayətlərin sayı artdı və özünü həsr etdi cinayətə və jurnal qurdu. Yoxsa insanları maarifləndirdi və bununla bağlı jurnal yaratdı. Düz demirəm? Bu daha uyğundur. Y-də elə yazılıb. Writing yazılarında. Yazılarında, yəni, bu neyini əlaqələndirəm? Burada jurnal təsis etdi və orada cinayətlərlə bağlı məlumatlar var axı. Yazıları, yəni jurnalı. Aydındır? Bəli, yeni tərcüməsi elədi. Başa düşmədiniz? Uşaqlar. Başa düşdüm. Başa düşdük. Oradan qaranlıq qalan nəsə bir məqam oldu burada. Və dediyim kimi, orada kriminal haqqında danışırsa B-nin Y arasında qalırdıq. Çünki crime haqqında orada danışır. Çünki burada C-də deyir ki, government didn't support Henry Fielding. Hökumət Henry Fieldingi dəstəkləmədi. People weren't satisfied with. İnsanlar Henry Fieldingdən razı deyildi. Yəni, o uyğun gəlmir. Adı deyir ki, Henry Fielding bilirdi ki, bu problemi həll etmək çətin olacaq. Yəni, cinayətdən danışmır burada. Cinayət B-nin Y-dədir və orada da həm yazılarından danışır. Yazısı da onun jurnalıdır da. Bununla bağlı jurnal qurub artıq cinayətlə bağlı.